Onkart.az saytında başqa hansı məlumatlar vardır? Saytda bütün qanunun tələblərinə uyğun olaraq istifadə şərtləri, məxfilik siyasəti, cookie siyasəti, məlumat siyasəti yerləşdirilmişdir ki, bu da Azərbaycan Respublikasının fərdi məlumatlar haqqında qanunla tənzimlənir. Sosial şəbəkə linklərimiz. Menyuya baxırıq. Menyuda nə var? Necə işləyir? Onlayn kataloqlar necə işləyir? Onun haqqında məlumatlardır. Şəkil yüklənir. Şəklin həcmi yazılıb, şərtləri yazılıb. Bundan başqa ikinci addımda məlumatlar əlavə olunur. Və üçüncü addımda isə mağaza məlumatları əlavə olunandan sonra paylaş düyməsi. Yəni bu qədər sadə. Bundan başqa demo və digər menyularla tanış olaq. Qiymətlərimiz çox sərfəlidir. 3 tarif paketi vardır. Adi, Plus, Pro. Adi ayda cəmi 10 manat ödəməklə, Plus 15 manat, Pro 25 manat. Bizdə ödəniş səhifəsi niyə açılmadı? Çünki ödəniş səhifəsi 3 gündən sonra aktiv olacaq. Yəni 3 günlük biz sınaq müddəti veririk, pulsuz. Sınaq müddəti bitəndən sonra sizin istifadəçi panelinizə bildiriş gəlir. Bildiriş gəlir ki, ödəniş etmək lazımdır. Onda ödəniş düyməsinə klik edəndə sadəcə öz kart məlumatlarınızı daxil edib ödəniş edirsiniz. Bir daha göstərirəm nələr daxildir. Üzərinə klik edəndə nələr daxil olduğu hamısı burada açılır və qeyd olunur.